Salam, hər vaxtınız xeyir. 9-cu sinif dəyər sınağa baxırıq. Deməli, 57-ci sualdan başlayaq. Tənasübün orta hədləri 24 və 8-də 5-dir. Kənar hədlərinin biri 7-də 3-dürsə, o birisini tapın. Bizim qaydamız var ki, tənasübün kənar hədlərinin hasili orta hədlərinin hasilinə bərabərdir. Deməli, orta hədləri biri 24-dür, digəri 8-də 5-dir. Bərabərdir kənarların hasilinə. Biri x-dır bilmirik, digəri isə 7-də 3-dür. Burada bir dəfə, 3 dəfə. X vurulsun 7-də 3 bərabər olar 15-ə. X da bərabərdir. 15 bölünsün 7-də 3. O da bölmə vurmaya çönüb tərsinə çönsə, bir dəfə 5 dəfə x bərabər olar 35-ə. Birinci, deməli 57-nin cavabı olar D variantı. 58-ci suala baxaq. Bizə deyir ki, A 12-də 5-dir. 12-də 5 deyirəm, daha doğrusu 12-də 13. A neçədir? 12-də 13-dür. B 6-da 5-dir. C də 4-də 3-dür. 4-də 3. Olarsa aşağıdakilərdən hansı doğrudur? Bunlar da ən rahat 12 eləyək. Vuraq 2-yə. Bunu da vuraq 3-ə. İndi bizdə A 12-də 13-dür, B oldu 12-də 10, C də oldu 12-də 9. Deməli, ən kiçiyi C-dir, sonra B-dir, ən böyüyü isə A-dır. C, B, A. Cavab yenə D variantı olar. Sonra gəldik, baxdıq 59-cu sualımıza. 59-da bizə deyir ki, A-nın B-yə nisbəti 59-da. A-nın B-yə nisbəti bərabərdir C-nin D-yə nisbəti, o da bərabərdir 3-də 1-ə. Olarsa, A üstə gəl B bölünsün B vurulsun D çıxılsın C bölünsün C. Bunu hesablayın. Deməli, bizdə bax, görürsünüz, A-nın B-yə nisbəti 1-in 3-ə nisbətidirsə, deməli, A-ya 1K, B-yə 3K deyə bilərik. Həmçinin C-yə 1K, D-yə 3K deyə bilərik. Burada, indi gətirib yerinə qoyaq, hesablayaq. Deməli, A üstə gəl B oldu 1K, üstə gəl 3K, bölünsün B 3K, vurulsun. D çıxılsın C-yə. 3K çıx 1K bölünsün. Bizdə C idi. C 1K. Bu da bərabərdir. Sürət elədi 4K. Məxrəc elədi 3K. Vurulsun. Sürət elədi 2K. Məxrəc elədi 1K. K'lar da ixtisar getsə oldu 3-də 8. Düzgün kəsirə çevirsək 2 tam 3-də 2. Cavabımız da olar A variantı. 60-cı sualda 30 və 48 ədədlərinin ən kiçik ortaq bölənini tapın. Yəni, əkobunu tapın. Əkob 30 və 48. 30, 48. Deməli, sadə vuruqları ayırsaq 3-ə, 10, 2-ə, 5, 5-ə 1, 48, 3-ə, 16, 2-ə, 2-yə, 2-yə 1. Aha. Əkobu tapanda 3 hər ikisində eynidir, 2 hər ikisində eynidir. Deməli, böyük ədədi rahat götürüm, digərində çatmayana vurun. 0 yazaq 4 yadda, 20, 24. Cavabımız olar 240. 240 oldu B variantı 60'da. 61-ci sualımıza baxaq. Aşağıdakı çoxluqlardan hansı A, C, D, Y, F-in ad çoxluğu deyil. Ad çoxluğu odur ki, içində verilənlər hər biri deməli daxil olmalıdır. Hər bir element verilən çoxluğa daxil olmalıdır. A bəndini yoxlasaq, A, F, C. Hər üçü verilmiş çoxluqda var. Deməli, bu ad çoxluqdur. B bəndinə baxsaq, A, D, E. A da var, D də, E də verilmiş çoxluqda var. Bu da düzdür. C bəndində D daxildir. Deməli, bu da düzdür. Gəldik D bəndinə baxdıq. A, B, C yazılıb. Bizim isə verilmiş çoxluğun özündə B iştirak eləmir. A ilə C var, ancaq B iştirak eləmir. Deməli, D ad çoxluq ola bilməz.
62-ci sualımıza gələk baxaq. Bizə deyir şəkildə AB paraleldir CD-yə. Şəklimizi çəkək. Sonra necədir? Sonra da belədir. Burada bu bucaq 45 dərəcədir. Bu hissə 110 dərəcədir. Bizdən haranı soruşur? Bizə deyir ki, CD-ni. Y buradadır. C buradadır. D də buradadır. Bizə deyir ki, YCD-ni tapın. Yəni, baba bu alfanı tapın. Biz buranı tapmalıyıq. Deməli, bu xəttlə bu xəttimiz paralel olduğuna görə, bura 45-dirsə, bu hissə oldu 135. Çünki bu ikisinin cəmi 180 eləməlidir. İndi bax burada bu üçlüyə baxsaq, bunlar hamısı bir yerdə 360 əmələ gətirir. Onda alfanı tapmaq üçün 360-dan çıxarıq. 110-dan 135-in cəmin. 110 üstəgə 135. 360-dan çıxarıq. 245'i. 245. O da bərabərdir. Ondan 5, 5, 1. 115 dərəcə. Deməli, alfa neçəyə bərabərdir? 115'ə. D variantı uyğun oldu. 63-cü sualımıza baxaq. 63-də. Bizə deyir ki, AB və BA iki rəqəmli ədədlər olarsa, A-nın ala biləcəyi ən böyük sadə ədəd neçədir? Gələk açaq. AB üstü xət, üstəgə BA üstü xət bərabərdir 77-yə. Açsaq 10A üstəgəl B, üstəgəl 10B üstəgəl A bərabərdir 77. 11A üstəgəl 11B bərabərdir 77. Sıranın hamısını 11'ə bölsək A üstəgəl B bərabərdir. Deməli, neçə olacaq? 7 olacaq. İndi bizə deyir ki, A-nın ala biləcəyi ən böyük sadə ədəd neçədir? A-nın yerinə burada 0 ilə başlayan ədəd yoxdur. Deməli, A 6 ola bilər, B 1 ola bilər. A 5 ola bilər, B 2 ola bilər. A 4 ola bilər, B 3 ola bilər. Bizdən onsuz da ən böyük sadə ədədi soruşur. Bu da olar 5. Cavab 63C variantı. 64-cü suala baxaq. Deməli, 64-də bizə deyir ki, 1000-də 1, sürətdə 1 vurulsun. Mötərzidə 0,4, üstəgə 0,18. Gəlin baxaq. Kəsir xətti bölmə deməkdir. 1-i 1000-də 1-ə böləndə 1 bölünsün. Adi kəsirinə yazsam 1000-də 1. Bölmə vurmaya çönür. 1 vurulsun. 1-də 1000 oldu. Deməli, bu hissənin cavabı 1000 elədi. 1000 vurulsun. Vergüllü kəsirləri toplayanda vergül vergülün altına yazılar. 2, 1 yadda. Deməli, 1, bir də yadda 2, 0,22. 1000 vurulsun %22. 2, 0 ixtisar getdi. Cavabımız oldu 220. 220 D variantına uyğun oldu. 65-ci sualımıza baxaq. Məktəbdə 10-cu sinif şagirdlərinin hər biri ən azı bir xarici dildə ya ingilis ya da rus öyrənir. 60% ingilis, 70% rusdur. İsə rus dilində və 9 nəfər hər iki dili öyrənərsə neçə şagird var? Deməli, sinif 100% qəbul eləyərik. 60% ilə üstünə gələndə 70% eləyir 130%. Deməli, bizdə isə sinif cəmi 100%-dir. Onda belə çıxır ki, bunun 30% hər iki dilə gedənlərdir. Hər iki dil öyrənənlər neçə faiz oldu? 30%. İndi həm də deyir bizdə hər iki dil öyrənənlər 9 nəfərdir. Deməli, 9 nəfər 30%-dirsə, sinifdə neçə şagird var? Bütün şagirdlər 100% qəbul. 0-1 artıq getdi. Deməli, 100% qəbul elədiyimizdən bütün sinif 100%. Buna da x qoyarıq. X bərabərdir 9 vur 100 sürətdə 30 məxrəcdir. 3 dəfə bərabər oldu 30-a. Deməli, sinifdə neçə şagird var? 30 şagird var. 65B variantı. 66-cı sualımıza baxaq.
66. Bizə deyir ki, bu ikisi paraleldirsə, beta çıx alfanı 30 verir. Biz bilirik ki, bunun burada beta ilə alfa daxili bir tərəfli bucaqlardır. Deməli, bunların cəmi 180 dərəcəyə bərabərdir. İndi sistemlə həll eləsək, alfalar getdi. 2 dənə beta bərabərdir 210-a. Beta bərabərdir 105-ə. Beta 105 oldusa, alfa neçədir? 75. Bizdən alfanı soruşurdu. Cavabımız B variantı olar. Gəldik, baxdıq. B variantı oldu. 67-ci suala. Bizə deyir ki, 67-də. Ölçüləri 15 və 24 olan düzbucaqlı şəklində olan sahəyə mümkün olan ən böyük ölçülü bir-birinə bərabər kvadrat şəkilli mərmər ilə tam örtmək tələb olunur. Bunun üçün neçə kvadrat şəkilli mərmər lazımdır? Deməli, bu bizim sahəmizdir. Sahəmizdir. Düzbucaqlı formasında. Bunun eni 15-dir. Uzunluğu 24'dür. Bu isə 24'dür, bu 15'dir. 15 ilə 24'ə kvadrat şəkilli eləmək o deməkdir ki, həm 15 həmin ədədə bölünməlidir, həm də 24. 15 ilə 24'ün əbobunu tapsaq, cavab 3'dür. 15 olan yerə neçə dənə 3 yerləşər? 5 dənə. 1, 2, 3, 5 dənə. Bax, 1, 2, 3, 4, 5. 24 olan yerə 3 neçə dənə yerləşir? 8 dənə. 1, 2, 3, 4, 5, 8 olmalıdır. 1, 2, 3, 4, 5, 6, 7, 8. Aha, indi burada bu mərmərdən neçə dənə olduğunu tapsaq, təbii ki, bunların belə kəsişməsində daşlar düzülür. Burada neçə dənə bu daşdan olduğunu tapanda enin uzunluğuna vururduq da, ibtidai sinifdən də öyrənmişik. Bunun sahəsini tapanda enin uzunluğuna vurarıq. Eninə 8 daş yerləşir, uzunluğuna da 5 daş. 8 vur 5 bərabərdir 40. Deməli, bura biz 40 dənə daş döşəyə bilərik. Cavab C variantı. 68-ci suala baxaq. ENA çoxluğu 20 dənədir, kəsişməsi 11 dənədir. A fərq B-ni soruşur. 2 dənə çoxluq götürək. Deməli, ENA 20-dir. Bura A olsun. Biraz böyük eləyim bunu. Deməli. Bu A çoxluğudur, bu da B çoxluğudur. Deyir, kəsişməsi 11-dir. Kəsişmə 11-dir. ENA 20-dir. ENA A-nın hamısı deməkdir. A dairəsinin hamısı 20-dirsə, 11 buradadırsa, deməli A-nın kənarına 9 düşür. İndi bizə deyir ki, A fərq B-ni tap. A fərq B A-da olsun, B-də olmasın. Yəni A-da olub B-də olmayan isə A-nın kənar tərəfi deməkdir. Cavab da oldu 9B variantı. 68 yazdıq. 69-a baxaq. Sadə hesablamadır. 69-da 2 vurulsun. Mötərizədə 4-də 1 çıx 1-dir. 1-i xırdalayıb yerinə 4-də 4 yaza bilərik. Çıx 2-də 1. 2 vurulsun. 4-də 1-dən 4-də 3 çıxanda mənfi 4. 4-də 4-dən 4-də 1 çıxanda mənfi 4-də 3. Vurulsun. Vurulsun deyil. Bu isə çıxılsın 2-də 1. Bir dəfə 4-ün içində 2 dəfə. Deməli oldu. Mənfi 2-də 3 çıxılsın 2-də 1. İşarələr eynidir deyə toplanır. Qabağına mənfi qoyulur. Kəsr xəttdə bölmədir. 4-ü 2-yə böləndə 1 dəfə, 2 dəfə. Cavabımız mənfi 2 olar. D variantı. Gələk 70-ci sualımıza baxaq. 70-də deyir, aşağıdakilərdən hansı rənglənmiş hissəyə uyğundur? Deməli, bu rənglənmiş hissəyə bir dənə bunu mən qurum. Aha. Deməli, rənglənmiş hissə bizdə hansı tərəfdədir? Çöldür. Rənglənmiş hissə bunun bu çölüdür. Bu yekə çoxluq B çoxluğudur. B'dir. Kiçik isə A'dır. Balaca dairə A'dır. A şəklində hansı yadımızda saxlayırıq ki, hansı hərfdə rəng yoxdursa, deməli onu kəsib çıxardıblar. Kəsib çıxartmaq da fərq deməkdir.
Deməli, rəng B-də var, amma A-da yoxdur. Bu şəkil o deməkdir. B-də olsun, A-da olmasın. A-nın dairəsi içəridəki boşdur. Deməli, bunu kəsib çıxardıblar. B-də olsun, A-da olmasın. Cavab oldu hansı? D variantı. B-də olsun, A-da olmasın. Gəldik 71-ə baxdıq. Deyir ki, duzluq faizi 24 olan 200 litr duzlu su məhlulunda 100 litr duzlu su məhlulunu qarışdırdılar. Alınan, deməli, 24 faizli 200 litr duzlu su ilə 100 litr duzlu suyu qarışdırıblar. Alınan məhlulda duzun faizi yekun məhlulda, yəni duzun faizi 30% olubsa, əvvəlcə deyir 100 litrdə nə qədər duz var idi? Buradan başdan yazaq, biraz böyük olsun. Deməli, 71 yerimiz çatsın. Məhlulun faizini yazıram, düsturun yazıram. M1 P1 üstəgəl M2 P2 bərabərdir. M1 üstəgəl M2 vurulsun P. P ümumi faiz. Gələk baxaq. Bizdə deyirdi ki, 200 litr 24 faizdir. M1 200 faizimiz 24. Üstəgəl 100 litr qatdılar, amma bilmirik bunun faizi nədir. Buna qoyduq x. Bizə deyir, yekun məhlulumuz 30%li oldu. Yəni, yekun P-nin yerinə yazdıq 30. M1-imiz 200-dür, M2-miz 100-dür. M1, M2 bulardı. 200 üstəgəl 100. İndi hesablayaq. Oldu. 48 sonunda 2 0 üstəgəl 100x bərabərdir. 200-ün üstə 100 gələndə 300, 300-ü 3'ə vuranda cavab eləyər 9000. 100x bərabərdir. 9000-dən 4800-ü çıxanda deməli 0, 0, 42 qaldı da səhv eləmirəmsə. Aha, 44200 x bərabərdir. 4200-də 100-ə böləndə 42. Əvvəlcə suyun miqdarı nə qədər imiş? 42 litr imiş. Cavab, daha doğrusu əvvəlcə suyun içində 42 litr duz var imiş. Deməli, cavab oldu nə variantı? C variantı. Gəldik 72-ci sualımıza baxaq. Deyir, qonşu bucaqların nisbəti 2-nin 3-ə kimidir. Deməli, qonşu bucaqlarını əzbərdən bilirik ki, cəmi 180. 2K üstəgəl 3K bərabərdir 180. 5 dənə K bərabərdir 180. K da bərabərdir 36-ya. Bizə deyir, kiçik bucağı tap. Kiçik bucaq 2K olandı. 2-ni də 36-ya vuranda 72 olar. Açıq sualıydı. Cavab oldu 72. Sonra 73-cü sualımıza baxaq. 73-də. 4 aya 200 avtomobil istehsal edən zavod 4 ayda 200-də maşındır. 5 aya neçə maşın deyir? Maşın sözünün M-lə yazdım ki, bu ay sözü ilə dəyişik düşməsin. 5 aya x maşın. Buradan x-i tapsaq, çarpaz vururuq. 4x bərabərdir 200-ü 5-ə vuranda 1000. X da bərabərdir 250. 250 maşın istehsal eləyər. 74-cü suala baxaq. 56 ədədinin 75%-ni tap. 56-nı vururuq 75-ə, bölərik 100-ə. 25-ə 3, 25-ə 4. 4-ün içində 4 bir dəfə, 14 dəfə. 14-ü də 3-ə vuranda 42. Cavab olar 42, 74-də. 75-ci suala baxaq. Bizə deyir ki, sinifdəki oğlanların sayı bütün şagirdlərin sayının 3də 2-sidir. 75. Oğlanlar bütün sinifin 3də 2-sidir. Onda belə çıxır ki, oğlanlar bütün sinifin 3də 2-si sözünün mənası bu deməkdir. Bax, oğlanlar bölünsün sinif deyir, bu 3də 2-dir. Belə çıxır ki, oğlanlar 2K-dır. Bütün sinif 3K-dır. 3K-dır. Sinifdəki qızlar, onda sinif oğlanlarla qızların toplanmasına deyilir. Onda qızlar bərabərdir. Bütün sinif 3K-dır, oğlanlar 2K-dırsa, 3K-dan 2K-nı çıxanda qızlar oldu 1K, yəni K. İndi həm də deyir ki, sinifdə 12 qız var. Onda K neçə deməkdir? 12 deməkdir.
Oğlanların sayını tapın. Oğlanlar 2K olduğundan oğlanların sayı 2-ni 12'ye vuranda cavab 24 eləyər. 75-ci sualımızda 76-ya baxaq. 76-da burada şərtdə verilib. AB CD-yə paraleldir. BC də DY-yə paraleldir. Deməli bu uyğun tərəfləri paralel bucaqlardır. Uyğun tərəfləri paralel bucaqlar eyni adlı bucaqlar olanda bir-birinə bərabər olur. Müxtəlif adlı bucaqlar olanda cəmi 180 olur. Bu eyni adlı sözünün mənası nədir? Biri iti bucaqdırsa, o birisinin də adı iti bucaq olsun. Biri iti bucaqdırsa, o birisinin adı kör bucaq olsun. Bu da müxtəlif adlıdır. Biz şəklə baxırıq ki, hər ikisi eyni adlıdır. Hər ikisi iti bucaqdır. Onda belə çıxır ki, bucaq CDY-də bərabər olar 30 dərəcə. Ancaq CD'yi kör bucaq şəklində olsaydı, onda bunu 150 götürəcəkdik. Çünki bir iti bucaq 30-dursa, o birisi 150 olmalıdır ki, cəmi 180 olsun. Amma bizim cavabımız 30 dərəcədir. Çünki CDY-də iti bucaqdır. Gəldik 77-ci sualımıza baxaq. Rəqəmləri bir-birindən fərqli 2A 4 0 2A 4 yox, daha doğrusu 2 0 4 2 0 4 A 4 rəqəmli ədədi 2-yə qalıqsız bölünürsə, A neçə fərqli qiymət alar? Bu 2-yə qalıqsız bölünürsə, deməli bunun sonu A-nın yerində onda olmalıdır. 0, 2, 4, 6, 8. Bilirik ki, sonu bu ədədlərlə bitən ədədlər 2-yə bölünür. İndi bizə deyir ki, bu ədəd rəqəmləri təkrarlana bilməz. Deməli, onda biz 0 qoya bilmərik, çünki 0-dan 2-dən olacaq. 2 qoya bilmərik, çünki 2-dən 2-dən olub təkrarlanacaq. 4 qoya bilmərik, çünki 4-dən 2-dənə olacaq. Deməli, biz bura 6 qoya bilərik, 8. Rəqəmlərin sayını soruşduğuna görə 2 götürdük. Gələk 78-ci sualımıza baxaq. 78-də. Bizə deyir ki, bölmə əməlində bölən 8, bir dənə bölmə əməlidir. Bölən 8-dir. Natamam qismət 51, qismətdə 51-dir. Qalıq isə 7-dir. Qalıq 7-dir. Bu bölmə əməlində bölən deyir 9 olsa qalıq neçə olar? Biz buradan gəlin bölünəni tapaq. X bərabərdir. 51-i vurarıq 8-ə, üstdə də qalıq. Tapılma qaydasıdır. 8 dəfə 1, 8, 8 dəfə 5, 40. Üstdə də 7 gələndə elədi 415. X neçədir? 415. Görün, mexaniki səhv eləmədik ki, 8 dəfə 1, 8, 8 dəfə 5, 40. 408, üstünə də 7, 415. İndi deyir, bu ədəddə böləni 9 ilə əvəz eləsək, yəni 415-i 9-a bölsək, qalıq neçə ola bilər? 41-in içində 4 dəfə 9, 36, burada 5, 55-in içində deməli, neçə dəfə olar? 6 dəfə ola bilməz, 5 dəfə. 5 dəfə 6 dəfə 9, 54. 6 dəfə 9, 54. Qalığımız neçə olar? 1 olar. Cavab oldu 1. 78-in cavabı 1 oldu. Gələk 79-a baxaq. 79. Bizə deyir ki, 216 ədədinin 8-də 5 hissəsi, 216-nı vururuq 8-də 5-ə. Hansı ədədin 17-də 15 hissəsinə bərabərdir? Bunun cavabını tapaq, sonra baxaq. Deməli, 4-ə ixtisar gedir. 4-ə böləndə 2, burada 54 qaldı. 2-yə 1 dəfə, 2-yə 27 dəfə. Aha. 16, 6, 5 yadda düzdür. Cavabımız oldu 27 vur 5. İndi deyir ki, hansı ədədin bu ədəd hansı ədədin 17-də 15 hissəsinə, bax 27 vur 5 ədədi hansı ədədin deyir 17-də 15 hissəsinə bərabərdir. Ədəd axtardığımıza görə hissə göstərənə bölməliyik. Bunu bölməliyik 17-də 15, 10-da oldu 27 vur 5 vurulsun tərsinə 15-də 17. 5-ə 1 dəfə, 3 dəfə, 1 dəfə, neçə dəfə? 9 dəfə. 9 dəfə 7, 63, 3 yazaq, 6 yadda, 9 dəfə 1, 9, 6 da yaddadır, 15. Cavabımız 153 oldu. 80-ci suala gələk baxaq. 80-dən.
Cəmi 81 sualdır da. Deyir ki, x ədədinin 40% x ədədindən 40% çox olan ədəd, x-dan 40% çox olan ədəd x vur 140 böl 100'dür. Yəni 1,4x-dir. Aha. Y ədədindən 2% az olan ədədə bərabərdir. Y-dən 2% az olan ədəd y-in 98% deməkdir. Yəni 0,98 y. Aha. İndi bizə deyir ki, bir-birinə bunlar bərabərdir. Y-i x-la əvəz elə. Yəni 0,98 y deyir bərabərdir 1,4 x-a. Y-i x-dan əvəz elə sözünün mənası budur ki, y-i tap. Y bərabərdir. Vurma bu üzə keçəndə bölmə olur. 1,4 x-i bölməliyik 0,98-ə. Vergüldən sonrakilərin sayı eynidirsə, vergülü silə bilərik. Ona görə yuxarıya bir sıfır atıb vergülü də sildim. Buna misalım oldu belə. 98-də 140x. 2-yə ixtisar aparanda burada qalacaq. Deməli 49. 2-yə deməli 4. Aha 49. Bu da 2-yə gedəndə cavab qalacaq 70. 70 ilə 49 7-yə ixtisar gedir. Burada 7 qalar. Burada isə 10 qalar. Cavabımız oldu 7-də 10. 7-də 10 x. Y bərabər oldu 7-də 10 x-a. 7-də 10 x-a. Gəldik, baxdıq. Baxım görüm də mexaniki səhv eləmədik ki, birinin 40 olan ədəd y ədədindən 2% az olan ədədə bərabərdir. Y-dən 2% az, y-in 98% deməkdir. 0,98 düzdür. Sonra bir-birinə bərabər götürəndə biz y-i tapanda 98 məxrəcdə 140, aşağıda da qaldı 98. Deməli 2-yə böləndə zənnimcə mexaniki səhv eləməmişik. 7-də 10 x-a bərabərdir. Sonra gəldik, baxdıq 81-ə. Deyir ki, düz xətt üzərində ABCD nöqtələri ardıcıl qeyd olunub. Səliqəli düz xəttimizi çəkək. A, B, C bu hissədə olsun. Düz xətt üzərində nöqtələr qeyd olunub. AB parçasının uzunluğu 156-dır. Yəni bu başdan başa bu AB neçə olur? Buradan bura kimi. Ay yox, AB parçasının uzunluğu. Yox. AB parçasının uzunluğu deyir 156-ya bərabərdir. Yəni bax buradan bura olan hissə 156-dır. Sonra və AC-nin CD-yə, o da DB-yə nisbəti 3 böl 4 böl 5-dir. Yəni bu sözün mənası odur ki, AC 3K-dır, CD 4K-dır, BD-də, DB-də 5K-dır. Elə olduğu kimi yazıram. A-dan C-yə 3K-dır. Deməli, A-dan C-yə qədər. Bax, bu hissə 3K-dır bizdə. CD 4K-dır. C-dən D-yə qədər bizdə neçədir? 4K-dır. Aha. DB də 5K-dır. D-dən B-yə kimi 5K-dır. Buradan bura kimi 5K-dır. İndi buradan bura kimi 5K-dırsa, bax bu bizdə 3K idisə, deməli 4-ün üstünə onda bura 1K-dır. 1K-dır. Bu hissədə 2K-dır. Çünki buradan bura 1-dir deyirəm. 3K idisə, bura aşağıda 5K-dırsa, 4K-nın üstə neçə gələndə 1K eləyir. BC düşdü 1K-ya. Onda AB-də neçə qaldı? 2K qaldı. İndi gəlib buradan baxsaq, bax elə bil belə yer. Bunun bir də qırmızı ilə bu 5K idi. Onda belə çıxdı ki, bura 1K olanda, bura 3K idi buradan bura. 1K olanda, 4K olanda 5K olur. Onda bu qırağa qaldı 2K. Bizdə də qaydamız da var ki, burada yazmışıq ki, AB 156-dır. Deməli 2K bərabərdir 156-dırsa,
K bərabər oldu 78-ə. K neçə tapdıq? 78. Bizə deyir ki, birinci və üçüncü hissələrin ortası arasında məsafəni tap. Birinci hissənin ortası buradır, üçüncü hissənin də ortası buradır. Birinci hissəmizdə deməli 2K var idi. 2K'nı yarıya böləndə K qaldı. Ortada 3K var. Yox, 3K yoxdur. 3K bunun hamısıdır. Ortada bir dənə 1K var. Bax, bu hissə 1K'dır, bu hissə 1K'dır. Bu da 4K'nın yarısı 2K'dır. Deməli, biz bunların cəmini tapmalıyıq. K üstəgə K üstəgə 2K. Cavab oldu 4K. K'nın da cavabı 78'dir. 4 vur 78. 8 dəfə 4 32. 2 3 yadda. 4 dəfə 7 28. Üstə yadda 31. Uzunluğu neçə olar? 32 santi olar. 32 derimi 312 santi olar arasındaki məsafə. Bugünlük bu qədər.